Bəz qalasının Azərbaycan tarixində yerini necə görürsünüz? Bəz qalası Xürrəmlər hərəkatı. Yəni xilafətə qarşı Azərbaycanda yer almış olan bir xalq savaşının beyin mərkəzi olmuşdur. Buna görə də Azərbaycan tarixində yer alması tamamilə anlaşılan. İyul ayının əvvəllərində İranda yaşayan Azərbaycanlılar və Şimali Azərbaycanda, Azərbaycan Respublikasında yaşayan Azərbaycanlılar yüksək dağ zirvələrinə qalxırlar və bu günü qeyd edirlər. Yəni bu gündən baxanda Babək hərəkatı Azərbaycan tarixində necə görünür? Bəz qalası bu xilafətə qarşı olan böyük savaşın, böyük müharibənin beyin mərkəzi söylədiyim kimi olmuşdur. Və indi bu qala ikinci dəfə olaraq yenidən tariximizə dönmüş olur. Güney Azərbaycanda Azərbaycan düşüncəsi ilə yaşayan insanlarımız tərəfindən əgər Bəz qalasına yürüş etmək, onu anmaq, orada bugünkü öz tələblərini, bugünkü öz istəklərini bildirmək üçün məhz Bəz qalasına çox böyük təqiblərə və hətta həbslərə və s. baxmayaraq, bu o deməkdir ki, Bəz qalası yenidən tariximizə dönməkdədir. Mən bu hadisələrdən bir qədər sonra baş vermiş olan bir tarixi faktı xatırlatmaq istəyirəm. Söhbət 14-15-ci əsr tarixindən getməkdədir. Fəzlullah Nəyini Təbrizinin oğullarından biri Nurullah atasının ardıcılı Həsənlə yazışma aparmışdır. Bu hürufilik tarixini öyrənmək üçün başlıca mənbələrdən, ilkin qaynaqlardan biridir. Və bu məktubların birində Fəzlullah Nəyiminin oğlu Nurullah yazır. Yazır ki, Temur, Miranşah, bütün Cavataylar asidirlər. Lənətə gəlmiş Miranşahı qətlə yetirən qılıncın üzünə biz qızıl çəkəcək, onu öpüb qarşısında baş endirəcək. Yəni, xalqın qurtuluş hərəkatında, xalqın ölüm problemi qarşısında durduğu zamanlarda müəyyən tarixi faktların, müəyyən tarixi amillərin tarixi rəmzə, böyük bir mənəvi rəmzə, bütün bir milləti təmsil edə biləcək bir rəmzə, simvola çevrilməsi tamamilə qanuna uyğun hadisədir. İndiki Azərbaycan insanını, təbii Güney Azərbaycan insanını nəzərdə tuturam, Bəz qalasına müraciət etməsi o deməkdir ki, bu Bəz qalası artıq bizim bütün insanlarımız üçün, xalqımız üçün böyük bir tarixi rəmzə çevrilmişdir və Bəz qalası doğrudan da bunun nəticəsində tarixə yenidən dönmüşdür. Nə zamansa bizim hansı nəsilsə bu qalanın hətta daşlarını saxlayıb onlar qarşısında səcdə edəcəklər, sitayiş edəcəklər, o daşları öpəcəklər. Nə üçün? Ona görə ki, xalqımızın tarixində ölüm probleminin həlli zamanı Bəz qalası böyük mərkəzlərdən biri olmuşdur. Təsadüfi deyil ki, 837-ci ildə miladi Bəz qalası çöksükdən sonra artıq Babəki ölüm yoluna alıb aparırdılar Səmərra şəhərinə və Heydar ibn Qavus Afşin böyük türk sərkərdəsi, xilafət ordularının başkomandanı Bəzzi almış. Afşin Babəkə söylüyor, sən indi ölümə gedirsən. Son istəyin nədirsə söylə, mən onu yerinə yetirəcəyim. Nə desə yaxşıdır Babək, heç bir şey istəməmiş, amma bircə demiş, mən öz şəhərimi görmək istərdim. 837-ci ilin avqust ayı idi və ayrı bir gecədə Babəki gətirdilər Bəz qalasına və dağıdılmış binaların önündə cəsədləri qalanmış savaş yoldaşlarını ziyarət etdikdən və Bəz qalası ilə vidalaşdıqdan sonra Babək söylər, indi aparın məni. Azərbaycanın gələcək tarixini necə görürsünüz? Xürrəmlər hərəkatı və onun lideri Babəklə ayrılmaz bir vəhdətdə olan Bəz qalası, bunlar Azərbaycan tarixinin parlaq səhifələridir. Nə qədər Azərbaycan anlayışı varsa, coğrafi mənada yox, etnosiyasi mənada, milli siyasi mənada, dövlətçilik mənasında, nə qədər dünyada Azərbaycan Türkü adlanan bir xalq vardırsa, heç şübhə yoxdur ki, gələcək bütün ağır, mürəkkəb keçidlərdə və aşırımlarda Babəkin adı və Bəz qalasının adı Azərbaycan insanlarının və Azərbaycan gənclərinin yanında olacaqdır və onlara mən elə gəlir ki, mənəvi ruh verəcəkdir.